Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi kənd təsərrüfatı sahələrinin suvarılması və selə qarşı mübarizə tədbirlərini həyata keçirir. İdarənin balansında 8400 hektar suvarılan torpaq sahəsi var. Bunun 2252 hektarı əkin sahəsi, 2778 hektarı həyətyanı sahələr, 3370 hektarı isə çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə dağ çaylarının suları və 71 subartizyan, 96 artizyan quyusu vasitəsilə həyata keçirilir. İdarənin balansında 39,9 kilometr təsərrüfatlar arası və 169,5 kilometr təsərrüfat daxili kanallar mövcuddur. 2025-ci ili ərzində ümumilikdə kanallarda 247 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. Hal-hazırda da cari ilin planına əsasən Qes suvarma kanalının Mahamalar kəndindən keçən hissəsində əl ilə lildən təmizləmə işləri aparılır ki, suvarma mövsümünə hazır vəziyyətə gətirilsin. Balakən sıx çay şəbəkəsinə malik bölgələrdən biridir. Mazımçay, Katexçay, Balakənçay, Dəliçay və digər dağ çaylarında mövsümlə əlaqədar daşqın təhlükəsi yarana bilər. Bu səbəbdən idarə tərəfindən məcra təmizlənməsi və sahil bərkitmə işləri aparılır. Ötən il Balakənçayın sağ sahilində Hənifə kəndini qoruyan daş beton bənddə 1000 kubmetr həcmində təmir işləri görülüb. Katexçayın sağ sahilində isə Katex kəndinin mühafizəsi üçün bənddə 1000 kubmetr həcmində cari təmir aparılıb. Balakən çayında 1146 pagonometr, Mazım çayında isə 950 pagonometr yeni beton bənd inşa edilmişdir. Cari il Katex çayının İtitala kəndindən keçən hissəsində 3198 pagonometr uzunluğunda yeni beton bəndin inşasına başlanılmışdır ki, və nəticədə həmin ərazidə yerləşən əkin sahələri və kənd ərazisi sel sularından mühafizə olunacaqdır. Ümumilikdə ötən il ayrı-ayrı çaylarda 555 min kubmetr həcmində məzrə tənzimləmə və sahil bərkitmə işləri aparılmışdır. Görülən tədbirlər nəticəsində yaşayış məntəqələri və əkin sahələri sel sularından qorunur. Sakinlər bildirir ki, əvvəllər yaz və payız aylarında müşahidə olunan təhlükə artıq aradan qaldırılıb. Bu çay hər il yaz-payız aylarında təhlükə saçır, təhlükə doğurur. Ona görə də sağ olsun dövlətimiz də, bizim Balakən Su Meliorasiya İdarəsi də bunlar hər ili işi görüblər, təhlükə soğuşub. İndi inşallah bu ildə yəqin ki iş gedir, təhlükə yəqin ki olmaz. Biz razıyıq, görülən işlərdən çox razıyıq. Qeyd edək ki, idarə tərəfindən rayonda əkin sahələrinin suvarılması və selə qarşı tədbirlərlə yanaşı, əhalinin içməli suya təchizatı da həyata keçirilir. Hazırda Rəşid Behbudov küçəsində və Qullar kəndində fərdi yaşayış evlərinə su xətləri çəkilir. Üzeyir Hacıbəyev küçəsində isə su xəttində cari təmir işləri aparılır. Bundan əlavə 26 yeni su sayğacı quraşdırılıb.